10-cu testə baxırıq. Hə, cümləmizdə nə görürük? İnkar görürük. Eləmi Emin? Alın beri. Aha. Y gedirlər. A, B, Y getdi. Gedir. Sağda. Boşluğun sağında isim gəlmədiyi üçün N indi atırıq. İsim gəlmədiyi üçün mən enini siləcəm. Qalır bizə anybody. I don't know. I don't know anybody at all, but I am going to have fun there. I'm going to enjoy. Mən bu partidən həzz alacağam. I am going to enjoy this party. I don't know. Qətiyə, I am going to enjoy this party. Mən bu partidən həzz alacağam. Mən neynirəm? Qətiyyən burada heç kimi tanımıram və amma əylənməyə hazırlaşıram. Sonra ondan sonra nə demişdiniz bayaq? 18. 18'e baxaq. 14 deyilmişdi desəm. 14 da deyilmişdi. Amma Burada deyir ki, I went to the supermarket. Mən supermarketə getdim, amma not almadım. isimlər çıxırıq. Bəli. İsim də yoxdur. Qalır bizə Y variantı. Heç nə almadım. Bəli. 18'e baxırıq. Let's go home now. Gəl indi deyir. Evə gedək. There isn't. Not var. Mərci variantı. Yox, interesting isim deyil, axı sifətdir. Maraqlıdır, sifət. Yox, C deyil. B variantı, düz deyirsiniz. C deyən uşaqlar, bax, interesting sifətdir, isim deyil. Deyir ki, bu şouda maraqlı heç nə yoxdur. Anything interesting olacaq. B variantı. There isn't anything interesting. B variantı olacaq. Çünki nədir? Interesting əgər sağında interestingdən sonra isim olsaydı C variantı olardı. Axı interesting sifətdir. 18-dən sonra nəsə demişdi? Hansısa. Yox.